Günaydın, günaydın. Yine batırıplar bakın. Çok pintisiz, çok. Çok pintisiz. Qablarını da batırıplar. Pintiler.
Karşı olur hayatınızda birine verirsin. Mecbursan dedim. Onun körünlüğü verseydim bu başlığa gelmedi. Bu da ben erkeklik var ne kazancım var. Kesinlikle. Depresiya, stres, benim hemen məbləğ ondan artıq. Mən çox vaxtınızı aldım, biraz yavaş-yavaş. Rəsmləri yığın. Sən əziyyətli versən. Mən bir niyə idmanın əziyyətli deyə xəstə? Ürəyin belə, hərdən uşaq deyirəm sən. Deyirəm də mən bilmişsin. Sözümü başlayacağım. Uşaq-uşaqlıqdan başlasın. Mən belə istəyirəm söz deyə olmadı. Sözüm var, sözüm danışsın. Məntiq yeni bir mədəniyyət formalaşdırmalıdır ki, onun əsasıdır. Rahat tələbliklə, rahatlıqla mübarizə təşkil edir. Bunu gənclərimizə aşılamalıyıq. Evlərimizdə, tərbiyədə bu məsələyə xüsusi önəm verməliyik. Qərb mədəniyyəti müqayisində duruş gətirməyin, o immunitetin yeganə yolu bu mədəniyyətimizdə formalaşmasıdır. Uşaqlara başa salmaq lazımdır ki, əzlan yeri bu elmlə nəticəsi olacaq sənin üçün. Elmə də vadar eləyəm, ona görə vadar eləyəm ki, elm oxu ki, elm oxumaqla insan olursan. O baxımdan ki, elm oxuyan insan özünü vadar eləyir, rahatlığını bozur. Keyf istəyən eləmir, inkişaf edir. Hamısı insan yer, şükür. Yer qazır, məsələn, bel yer. Müqəddəs baz daxil. Söz deməlidir. İmama daxil qoyacaq. Dedi ki, siz mən bilməzdiniz, ata-babalarınız zahir oldu filan. Qalanın istisində bir qəpik quruşa dəmir böyürdü istinin altında. Oruz günlərində axşamacan da işləyirlər, bilmən qazanmış şagirdə verib gedirdi. Amma işləyir, arif budur, arif tənbəl oturur, ərinə zikir, təsbihanud zikir deyir, bu arif deyil. Bunu qəfbəsbaz, sufi məsələ, axmaqlığı düzür istəyirəm, idarə eləmək, əziyyəti düzgün istiqamətə yönətmək məharətdir. Mərd cavanlar meydana girməlidir və öz rahat tələbli ilə müqabağına deymək üçün rahat olanması dini də götürür rahat tələbli istismar elədirəcək. Dində də keyfinə uyğun ən rahat yolları sizin başlaması olması lazım. Vaxtından qoymayın, pulundan keçmeyin. Ay hazır, danış biraz feyizya biləriz. Ay məşədi, gəl biraz mərsi yoxlayın. Gəl filan kəs bir su. Belə dindarlıq. Bozbaşdan gətirin döşün, oturaq gəlmir yerdə. Ağaçdan, filandan da belə dindarlıq. Rahat. Heç bir şey bu dindarlığın rahatlığını pozmur. Bunu narahat eləmir. Heç cür narahat eləmir. Müharibə olanda döyüşə getmir. Dəvətinə cavab vermədi o cəmiyyət. Nə üçün dedi, başım ağrımaz. Bunu görüşdə böyük cinayətdir. Sadəcə rahatlığımız pozulmasın deyə imamların söz böyükdə qaldı. Xanfadır. O da qəzəb. O da başqa hisslərlə mübarizə də gücün əlamətidir. Amma heç nə deyir, qəzəbə qalib gəlmək kimi güc əlaməti sayılır. Onun dəlili var. Əli Aleyhisselamdan bir hədis deyil, buyurur ki, dostlarınızı 3 dəfə qəzəbləndirməklə imtihan edin. Yəqin ki, məqsəd budur, məqsədli şəkildə qəzəbləndirəsən. Yəni, dostluğunuz ərzində 3 dəfə sizin müqabilinizdə qəzəblənsin, onun reaksiyasına baxın, sonra onu dost seçin, yoxsa seçin, ona baxın. Gör necə reaksiya verir. Gördün ki, 3 dəfə qəzəblənmədi, səbr elədi, deməli, bu qüdrətli adamdır, qəzəbini idarə eləmək qüdrəti var. Varsa, deməli, yaxşı adamdır. İmkanı olub kömək eləməyənə Allah nə cəza verəcək özü. Bunun bir imtihan tərəfi var. Sən o saat qarşı tərəfi imtihan edib, Allah başın üzərində görsün, deyəsin, bu mənə çatmamalıydı. O da vermədi, Allah bilər, özü bilər. Mən onlarla qəzəbdir. O öz vəzifəsini əməl eləmədim, mənə nə həkmi? Herkese salam qızlar. Necəsiz? İnşallah ki yaxşısınız. Çox şükür, həmd olsun. Mən də yaxşıyam. Gördüyünüz kimi işdəyəm, gəldim, işlərimi elədim. Quşlarımın ehtiyaclarını düzəltdim, yudum, təmizlədim.
Çox pinti quşlardılar, çox dəhşət. Elə ona görə də mən Rənaya bunu ala bilmirəm. Çünki Rəna bunlara baxa bilməyəcək. Mamamın da zaten yükü çoxdur. Bir də ala mənim qızımın quşlarına bax deyə bilmərəm. Ürək istəyində gəlib burada baxar, oynayar quşlarla. Həm oynanması bir şey də yoxdur. Sadəcə hobi kimi saxlayırsan bunları. Nəysə, əslində evdə çay içib gəlmişdim, kofe içib gəlmişdim deyə çox da tələsmədim. İşlərimi falan gördüm, elədim. Ondan sonra günorta yeməyi niyyətinə də elə yenə kofe içdim. Şokolad yağından. Daha bundan sonra da yemək yemədim. Bir də gedib evdə yemişdim axşama. Qəşəng çayımı, kofemi içdim. Mağazin tərtəmiz, quşlarım tərtəmiz. Artıq başqa da bir işim yoxdur. Elə oturub günortaya qədər satışla məşğul olacağım. Çünki vitrinləri falan da yığdım. Burada çəkməsəm də vitrinləri falan da səliqələdim. Artıq işdən çıxana qədər də satışla məşğul olacağım. Gəlib yazırlar ki, biz onu təbliğ edirsən, ona görə biz onları yığdığımı çəkmədim. Bizə demək olar hər gün mal gəlir, gün aşırı mal gəlir. Mən onları yerləşdirirəm. Hər dəfə çəkmək istəmirəm. Çəkməsəm də, yəni mağazində o işlərim həmişə olur mənim. Belə, burada da çayımı içim, meyvəmi yeyim. Sizə də xoş izləmələr. Sizə nə deyim qızlar? Sizə bu açkimdən danışım. Bu açkimdən danışım, retrodur. Demək bu açkimi başına gələnə baxın siz. Bizim buralarda maşallah qəşəng belə bol-bol qaraçılar var da, tıqqıl-tıqqıl uşaqlardır. Bir də görsən mağazinə doluşanda, ay aman başım gedir bütün, o qiymətini soruşur, bu bunun qiymətini soruşur. Həqiqətən çatdıra bilmirəm də. Özü də enerjili olurlar ki, ya belə danışdıqca danışırlar da, danışırlar. Özü də belə saymaz yana danışırlar. Bu neçədir? Bu neçədir? Də belə şeylə də bilmirsən hansına cavab verəsən. Nəysə, bu açkimi nətər olubdusa, bu açk, öncəliklə bunu deyim, orijinal deyil. Baxın, əslində Bred markadır, Selin. Bunun orijinalını almağa mənim gücüm çatmaz. 600 manatdan, 650 manatdan başlayır, minlər civarında. Bu replikadır. Mən bunu 55 manat almışam. Yəni, orijinal deyil. Amma yenə də, istədiyim bir şeydir də, orijinal alamıram, amma belə replikasını qəşəng istəyərək istifadə edirəm. Nətər olubsa bu düşüb çöldə, bizi də çöldə belə meyvə satmaq üçün belə dəmir var. Biz onu istifadə eləmirik. İndi oranın müdürüm gələcəkdə deyir, meyvə satana arendaya verirəm, amma mən oranı, yəni mənə aid deyil də ora. Nətər olubdusa ora yerə düşübdü. Buradakı qaraçılar da burada nəsə gəldilər, məni nevlətdilər, başımı şişirtdilər, o neçədir, bu neçədir. Mən də bunları qovaladım ki, çıxın vəbşə çölə, satmıram sizə heç nə. Çıxın çölə bunları teylədim. Çox da tərbiyəsizdilər habə. Bunları qovaladım çölə. Bir də gördüm biri qışqırdı ki, burada açki tapdım, burada açki tapdım. Döndüm belə stolun üstə. Mən də həmişə stolun üstə başımdan çıxardıram, stolun üstə qoyuram. Döndüm belə baxdım ki, stolun üstə açkim yoxdur. Çıxdım çölə, dedim ki, çıxdım o tərəfə baxım ki, baxanda gördüm, mənim açkim. Açkim bunda. Dedim ki, şeydir. Gətir baxım görüm, bura gətir baxım görüm mənimkidir. Dedi, yox, mən yerdən tapmışam. Baxdım ki, mənim açkim. Gül kimi açkim, qaraçı götürüb deyir, vermirəm. Mən də deyirəm ki, o mənim açkimdir. Nətər olub bilməm, düşüb bura. Deyir ki, sən məni bayaq qovaladın. Mən də şey eləmirəm. Dedim, gəl sənə marojna verəcəm. Nəsə bunu saldım. O istədi, mən də istəyirəm. Bu istədi, mən də istəyirəm. Nəsə qızlar, fikirləşdim ki, yəni 55 manatlıq açkini itirməkdənsə ki, bunların əlindən bunu başqa cür almaq mümkün deyil. Yəni maması yoxdur. Hay, deyim mamana, deyəcəm, gətir ver. Qaçdılarsa qaçdılar. Mən bunların dalından qaçası deyiləm ki. Gördüm ki, yox, bu işin rüşvətdən başqa yolu yoxdur. Dedim ki, gəlin sizə marojna verəcəm. Gəlin, mənə açkimi verin. Dedim, açkini kim tapdı? Dedi ki, mən. Dedim, gətir mənim açkimi ver, sənə dondurma verəcəm, marojna verəcəm. Dedi ki, onda mən özüm istədiyimi götürəcəm. Dedim, bizdə də yenə bahalı algida filan yoxdur. Ən bahalısı 1 manat 80 qəpiklik dondurmalardır. Dedim ki, gəl hansını istəyirsən götür. O birisi dedi ki, mən də istəyirəm. Bu birisi dedi, mən də istəyirəm. Bu birisi dedi, bir sürü də yığılıblar. O dedi ki, bunlara da verməsən vermirəm. Dedim ki, onda gəlin bir anlaşma eləyək də. Mən verim hamınıza. Müdürüm bilməsin. Mən verim hamınıza. Mən seçdiyim marojnanı verim. Amma hamınıza verim. Dedilər ki, hə yaxşı, ən ucuzu da bizdə 40 qəpikdir.
Nəysə bunların 6 dənəsinə 40 qəpiklik dondurma verdim. Aç kimi geri aldım. Çox sevindim. Yəni itirmək istəməzdim, nə yalan deyim. Orada düşməsəydi, onlar da tapmasaydılar şəhərdə necə düşüb heç özüm də bilmirəm. Şəhərdə də itirə bilərdim, marşrutda da itirə bilərdim. Nəsə itirmədiyimə çox sevindim. Çox sevirəm bu Aç günü. Hər şeylə gedir də. Klassiklə də gedir, sportla da gedir. Çox qəşəngdir də. Həm də ki sevərək almışdım. Görüntüsü də üzümə çox qəşəng uyğundur. İstəməzdim ki itirim. Rüşvətlə bu işi həll elədik. Başqa yolum yox idi çünki. Mən bu günlərim rəfiqəm ilə getməliyəm. Rəfiqəm ilə gedəcəm. Ondan sonra əslində bu gün bacım bizə qonaq gələcək. Mənə dedi ki, bəs keçən dəfə demişdin də bizdən onlara yaxındır. Mən rəfiqəm məni neçə həftədir çağırır. Bəs hər dəfə deyirəm yaxşı. Amma bir türlü belə yaxşı. Mən gedə bilirəm, amma oğlumu da çağırır. Qaqaşla gəldi. Qaqaşda tapıb apara bilmirəm. Axır ki bu günlərim Qaqaşla razılaşdıq ki, tamam gedək bu günləri. İndi bu günlərim saat 4-də, 5-də ora getməliyəm. Demişdim ki 3-dən sonra gələcəm. İndi sözümü, bacım da bizə gedəcək. Mənə dedi ki, gəl, mən oradan götür. Mən bir də uşaqla gedəmirəm. Əlində veş falan var atama görə. Şirniyyat falan dedi bişirmişəm. Gəl məni oradan götür, elə gedək. Düzdür ki, taksi ilə gedəcək. Amma dedi ki, gəl oradan düşürtməyə falan. Dedim, hə, gələrəm. Birdən yadıma düşdü ki, bəs mən bu qıza söz vermişəm axı. Bacıma da yalvardım ki, axşam məni gözlə, tez getmə, gəlim uşağı görüm. Məni gözləmə. İndi oradan tez çıxmalıyıq ki, gedim, həm bu qızın könlünü xoş eləyim, həm də gedim evdə bacımı görüm, Aylanı görüm. Görüm indi necə çıxışdırıram. Buradan da necə çıxırıq ikimiz də müdirə dedim ki, bəs bizim bugün ikimizin də işimiz var. Ya mağazini bağlamalıyıq, ya da gəlib özün durmalısan. O da dedi ki, siz mağazin bağlayın gedin. Mən də 6-7 gəlib özüm açıb davam edərəm, işləyərəm. Nəysə bugünkü işlərimi nəyi hara sıxışdıracağım bilmirəm, amma bir şəkildə bir şeyləri sıxışdırmalıyam. Görək indi necə olacaq. Qızın kitablarını da götürdüm. Saat 4 işləyibdi, gedirik. Yəqin ki 5-ə qədər falan ora çatarıq. Bəyimiz hələ kofe içir. Bəyimiz hələ rahatına düşkünlük edir. Benim öğrendiğim kadarıyla Kur'an'ın değiştirildiği iddia edilse de bunun delilleri zayıftır. Tarihi hiçbir esası yoktur. Yani hiçbir hadiste de bunun esası yok. Olan hadislerinde ravileri zayıf. Zincirler falan zayıf. Her neyse. Mənim oğluma baxın, əlində İncil tutub, dilində Qurandan da. Universal bir insan. Uncle Best'dir. Evet. Kur'an'da net bir şekilde Allah deyip ki Allah'ın çalan değiştirilebilmez. Kim? Bu ruletten verirlər. Çiləklidir. Hə, meyvəlidir. Şokoladlı meyve sosu. Neçədir? Saçmalama, yuxarı gedən 9 buradan keç. Ha buradan yok. Nə yuxarı qaç? Ha buradan getir bu da sınıfı yok takı. Ora gedək də. Bu da aşağı düşer. Aynı şey. Ora uzaqdır da, bu sınıfda daha yaxındır. İsa Rəbb olduğu iddia edilir axı. Amma Rəbb olan İsa Rəbbə dua edir. Məncə onlar elə tam bu şəkildə rəbb demirlər. Elə deyil. Elə deyil, bəli. Gəldim qızımın məktəbinin yanına. Səhlə gedir. Niyə? Ya İsa'ya danışmamışdım ben buranı. Şeyle puanları verin keşke buranın. Ay qaşqa kölgənlə Keşke gedirsən. buranın puanını muhabir eder. Onu Resulzade meydan eləyərdim. Tamam. 9 puanla. Mənim oğlum koyu bir Rəsulzadə heyranıdır. Cumhuriyetçi de yani Resulzade təhsilasının. Cumhuriyetçi. Artıq neçə saat var bu şozlar? Bax
saat bir. Neçə saat? 3 saatdan çox oldu. 4 saat falan olar ki oradayıq. Söhbət o qədər şirin idi ki, o qədər yaxşı idi ki, qaqaşa durğuza bilmirdim. O bir yerdən qaldı, bir yerdən. Osmanı qəbul edirlər. Eləmirlər, amma orada göstərt gətirlər ki, bəlkə kitabını sizin yanlarında baxın. Alo. Bəli. Bəli, bəli. Yok. Seni kurban olum yine, seni kurban olum yine. Seni kurban olum yine. Ya yazma gelip. Ha vaxtdan yatır. Ha vaxtdan yatır. Hoş geldin. Ha vaxtdan yatır o. Az ona. Yatma gəlin. Az yaxşıdan yer ki. Aşkım. Uy. Fıstığım. Ay kız bunu. Kız bunu. Can. Değilsin diyor. Ama canım. Değilsin diyorum. Değilsin diyorum. Hadi gel lan. Celal seni kurban olum de. Sorarsan denen elə siz o taksi. Deyib biz sizi bulmuş təsadüfən. Az ulduz var, yere bulut da var, yığ. Ulduz da var, bulut da var. Demek olmaz akşamlayıp yağar. Sakın yığın. Ha. Biz elə sizin taksini vurmuşduq. Sizin taksini vurmuşduq biz. Ay sağ ol, ha. Yox, siz bizə müştəri gətirdiniz. Elə bizim özümüzünkünü gətirdiniz. Ha. Təsadüf.